Vətən müharibəsində qələbəmizin 5-ci ili, yeni siyasi təqvimin parlaq günü 8 noyabr Ümumxalq bayramı qarşısındayıq. Əsrlər boyu dövlətçilik tarixində ağır sınaqlardan keçən Azərbaycanlılar şərəflə qazandıqları zəfəri təkcə ərazi bütövlüyü və suverenlik hadisəsi kimi deyil, həm də qalib 100 ilin, yeni milli və siyasi kimliyin başlanğıcı kimi qəbul edirlər. Qələbəmizdən sonra Konstitusiya və Suverenlik ilinin elanı məhz vətən müharibəsinin nəticəsidir. Əks halda 10 və 20 illik dönəmlər kimi fərqli statusda keçirilərdi. İndi bütövləşən ali qanunumuz milli hüquqlarımızın zirvəsidir. Yeni dünya nizamına verilən ən güclü mesajdır. Gəlin birlikdə xatırlayaq. 107 il əvvəl şərqdə ilk respublika quran babalarımız müasir dünyada geniş yayılan ali qanun qəbul etməyə imkan tapmadılar. Bolşevik işğalından əvvəl 1921-ci ildə ilk konstitusiya sənədi ilə respublika quruluşunu saxlayan Sovet Azərbaycanı totalitar sistemin tərkibinə daxil olandan sonra 1925 və 37-ci illərdə Stalinin ideoloji qəliblərinə tam yerləşdirildi, Sovetlər Birliyinin konstitusiyasını qəbul etdi. Lakin sərt mərkəzləşən sistemdə belə 2-ci Dünya müharibəsindən sonra milli dövlətlərin formalaşması üçün mədəni siyasi intibahın qarşısını kəsmək mümkün olmadı. Xüsusilə böyük siyasi lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövrü 1978-ci ildə qəbul olunan konstitusiya mənsub olduğu ideoloji quruluşun çərçivələrini aşdı, gələcək müstəqilliyin təminatçısı oldu. Ulu Öndər sübut etdi ki, xalqa xidmət mənsub olduğun siyasi formasiyadan və hüquqi çərçivələrdən asılı deyil. Ötən əsrin sonunda Sovetlər Birliyinin iflası siyasi xəritəyə çıxan yeni milli respublikaları ağır imtahanlar qarşısında qoydu. 1991-ci ilin 30 avqust 18 oktyabrında elan olunan Konstitusiya bəyannaməsi və aktı xalqımızın faktiki azadlığını, siyasi müstəqilliyini özündə ehtiva etsə də, torpaqlarımızın işğalı natamam suverenlik yaratdı. Elə həmin sənədlərdə ana qanunun hazırlanması qarşıya vəzifə kimi qoyulmuşdu. Lakin bir-birini əvəzləyən hakimiyyətlər dövlətimizin konstitusiyon əsaslarını yarada bilmədilər. Ona görə də milli konstitusiyamız müstəqilliyin elanından düz 4 il sonra 95-ci ildə ölkəmizdə hərbi siyasi xaosa son qoyulduqdan sonra gerçəkləşdi. Beləliklə bəşəri dəyərləri, insan hüquq və azadlıqlarını, 20% ərazi itkisi, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində bəyan etmişiksə, deməli, bu bizim ana qanunumuz işğala qarşı ilk ümumxalq proqramıdır. Ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüququ, siyasi və hərbi baş planıdır. 95-ci ilin iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referenduma qədər sənədin ümumxalq müzakirələrinə şəxsən özü rəhbərlik etdiyi üçün Konstitusiyamızın banəsi Ulu Öndərdir. Ana qanunumuz Heydər Əliyevin dövlət kitabıdır. Sənəd təkcə dünyəvi hüquqi prinsipləri deyil, həm də milli mənəvi dəyərləri 1918-ci ildə qəbul olunan İstiqlal bəyannaməsini və keçdiyimiz yolun varisliyini özündə əks etdirir. Etnik separatçılıqdan əziyyət çəkən və imperiyalar tərkibində olan bir ölkə üçün birləşdirici dövlət quruluşu tapmaq gerçəkdən də siyasi uzaqgörənlik və qətiyyət tələb edirdi. Bəli, Heydər Əliyevin şəxsiyyəti konstitusiyon bir sistemdir. O, Sovet və ya başqa müstəmləkə keçmişinə qayıtmağa imkan vermədi. Dini və milli kimliyimizi bayrağımızda əks olunan müasirliklə, dünyəviliklə, peşəkarlıqla uzlaşdırdı. Qonşu ölkələrin yaşıl, yaxud çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı. Ulu Öndər xilas elədiyi ölkədə konstitusiyon siyasi varisliyi təmin edən şəxsiyyət kimi də tarixə daxil oldu. Şevardnadze Gürcüstanı və başqa keçmiş Sovet ölkələrində hakimiyyət transformasiyaları qanlı oldu. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi bir vaxtlar Jefferson Amerikasında olduğu kimi konstitusiyon keçid, Ulu Öndərdən sonra məşğulluq istəyənlərə millətimizin layiqli cavabı və gələcək zəfərimizin əsası oldu. Beləliklə, nə 2005-ci ilin məxməri inqilabı, nə sonraki dövrdə xarici siyasi müdaxilə və təzyiqlər milli iradəni Brüssel, Strasburg, Moskva və digər paytaxtlardan yönləndirmək cəhdlərinə imkan vermədi. Müqayisə üçün, qədim dövlətçilik ənənlərindən öyünən Britaniya qeyri-yazılı konstitusiyaya malikdir. Yəni, hər hansı fundamental dəyişikliklər üçün xüsusi prosedurlar tələb olunmur. Bəşəriyyətə çoxlu inqilablar bəxş edən Fransada xalq 24 dəfə milli konstitusiyasını dəyişərək nəhayət 5-ci respublikanı qurub. Göründüyü kimi, konstitusiya yalnız qanunlar toplusu deyil, bir millətin ideallarının və hüquqi kimliyinin pasportudur.
Məğlubiyyət dövründə konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Ana qanunda ərazilər toxunulmazdı yazılsa da, reallıqda 20% torpaqlarımız oğurlanmışdı. De jure onlar vardı, de facto mövcud değildi. Konstitusiyamız pozulan milli hüquqlarımızın simvoluydu. Hamı deyirdi, bunlar bir gün tam reallaşacaq. O zaman konstitusiyamızda yazılan Azərbaycan Respublikası unitar dövlət əvəzində torpaqlarımızın üzərində ikinci separatçı quruluş, ikinci konstitusiya və ikinci saxta prezident təsisatı mövcududur. Belə dualizm düz 30 il davam elədi. Beləliklə, ana qanunumuzdan müharibə haqqımız doğuldu. İndi konstitusiyamızda yazılan Azərbaycan vahid və bölünməz dövlətdir müddəası sənəddə yox, torpaqda qanla möhürlənib. Zəfər qanunu şəhidlərimiz təsdiqləyib. Biz savaşa müasir hərbi texnologiyalardan qabaq hüquqla silahlanaraq getdik. Ordumuz güclü idi, lakin haqlı olduğumuza görə qalib gəldik. İndi konstitusiyamızda Şuşa kimi azaddır. Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır. Bakı ərazi itkilərinin günahkarlarına yox, işğalçı qüvvələrin məhkəmə salonuna çevrilib. Azərbaycanın taleyi yad paytaxtlarda bizsiz həll olunmur, öz torpaqlarımızda müəyyənləşir. Erməni məsələsi tariximizdə ilk dəfə dinç və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib. İndi ərazi bütövlüyümüzün ərazisidir. 20-ci ilin silahlı savaşı xarici himayəli işğala son qoyduğuna görə əsl milli azadlıq hadisəsidir. Yəni, müstəqillik təkcə Sovetlərdən qurtulmaq deyil, həm də beynəlmiləl güclərin 30 ildə birgə caynağından xilas olmaqdır. Vətən müharibəsi qurtuluş savaşı olduğuna görə 8 noyabr Şuşa və 20 sentyabr Xankəndi zəfəri milli azadlıq günləridir. Bəli, ən böyük suverenlik müstəqil, xaricdən idarə olunmayan liderə, güclü dövlətə və yenilməz xalqa malik olmaqdır. Qələbəmiz 90-cı illər işğalının və ərazi iddiaların proqramına çevrilən Ermənistan konstitusiyasında dəyişir. Konstitusiyamızda döyüşür. İrəvanda 10 illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinç qonşuluq və əminamanlıq aktları ilə əvəzlənir. Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Wilsona təvəqqə eləyirdi. Bugünsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını gizlətmir. 100 ildə millətimizin statusu dəyişib, indi kürəkçəyə deyil. 8 avqust 25-ci ildə Vaşinqtonda qələbə zirvəsində tariximizin ən böyük suverenlik hadisəsinə şahidlik eləyir. Lakin dünya yeni çağırışlar qarşısındadır. Bəşəriyyət rəqəmsal əsarət, saxta informasiya və hibrid hücumlar, xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərlə üz-üzədir. O yüzden prezident qarşıya yeni milli ideologiyanı hazırlamağı qoyubdur. Sosial Tədqiqatlar Mərkəzi yarandığı gündən Salam sinemaçıların, Süyniyun və Zeynəbiyunçuların, Mehdinin ordusu adı ilə Londonda səfirliyimizə hücum edənlərin və ölkəmizi şimal, cənub təbəliyində görənlərin suverenliyimizə qəsd etmək, qələbəmizi mənimsəmək və xaricdən idarə olunan hakimiyyət qurmaq planlarını aşkara çıxarıb. Silikon Vadisi beyin mərkəzlərinin yaratdığı mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları layihəsi, OSCRP, USAID, NET, NDI və digər təzyiq ünsları ölkəmizi 27 sentyabra qaytarmağa çalışanlardır. Biz onları işğal partiyası adlandırırıq. Rəcəb Tayyip Erdoğan haqlı olaraq deyir, Stat, fiziki və mavi vətən kimi rəqəmsal və informasiya suverenliyini, kiber vətəni də qorumalıyıq. Ona görə də bizə vətən informasiya müharibəsi lazımdır. Cənab Prezident 2 gün öncə xalqımıza dildə suverenlik çağırış etdi. Bəli, tarixi bölünmələrin nəticəsində Azərbaycan qonşuları Azərbaycanlılar olan dövlətə çevrilib. Ona görə də sərhədlərimizi aşan milli dövlətimizin statusu yüksəldikcən, milli dilimizin statusu yüksəldikcən, elə dövlətimizin də qələbəmizin coğrafiyası genişlənəcək. Bizi öz dil yaxud siyasi dünyasına daxil etmək istəyənlərin qarşısında böyük sipər olacaq. Zəfər yeni milli ideologiyamızdır. Biz qurtuluşdan böyük qaydışa keçirik. Ona görə də sülhün inşası bölgədə yeni vəziyyət yaradacaq. Və cənab prezident ona görə də böyük qaydışda insanlara evlərinin açarını təqdim eləyərkən deyir ki, siz bu yurtda əbədi yaşayacaqsınız. Ona görə də bir daha hamımıza deyirik. 8 noyabr zəfərimiz mübarək olsun. 9 noyabr bayraq günümüz Şuşa kimi müqəddəs və göylərdə olsun. 12 noyabr konstitusiyon bütövlüyümüz hər bir Azərbaycanlıya uğur və firavanlıq gətirsin.